pis olsam da, Allah sən görürsən ki, mən İmam Hüseyni çox istəyirəm. Bunu deyə bilərik. Təvazökarlıq eləyək deyə, mən İmam Hüseyni istəmirəm. Mən and içərəm ki, burada oturanların hamısı İmam Hüseyni istəyir. Gəliblər bu çətinlikdə burada otururlar. İmam Hüseyni çox istəyirik. Deyə ilahi, bu sevgiyə görə mənə nəzər elə. İmam Hüseynin məclisi məni cəzb eləyir, xoşuma gəlir. Evdə də olsam baxıram, gələ bilirəm, gəlirəm. Mənə çəkir özünə. Ariflər deyir, ariflər belə arif olur. Texnikası budur, irfanın. Bu işlərlə məşğul olurlar, biz olmuruq. Həmmam xutbəsini mən cümələr danışıram. Həmmam gəldi Həzrət Əliyə dedi ki, mənə möminlərdən danış, təqvallardan danış. Həzrət Əli dedi, get, yaxşı adam ol filan. Nəysə təkid elədi. Həzrət Əli danışdı və bu xutbənin bir yerinə çatanda həmmam yıxıldı və gördülər, ölüb, dünyasını dəyişib. Sözün təsirindən. Sizcə harasında özündən getdi, dünyasını dəyişdi? Həmmam xutbənin harasında dünyasını dəyişdi? Həzrət Əli möminlərdən danışır. Gəlir bu yerə çatır ki, deyir, mömin, təqvalı adamın birinə yaxınlaşması məkr və hiləyə görə olmaz, birindən uzaqlaşması təkəbbürə görə. Burada dayanır ürəyi. Birinə hiləyə görə yaxınlaşmaz. Adam var ya, görüm kimdən dostluq eləyib, onun pulu var, salam, onun imkanı var, onunla bir cür münasibət qurum. Münasibətləri mənfəət mərkəzlidir. Və uzaqlaşanda da mənafeyinə görə uzaqlaşır. Amma Həzrət Əli deyir, təqvalılar belə deyil. Hesab kitabla bunu bilərsən. Bizim salamlarımız müxtəlifdir. Birinə deyir, salamun aleykum, əziz qardaşım, necəsən, sənə qurban olun. Birinə deyir, salam. Bu salamın fərqini gecə oturdun ki, ay namərd nəfs, niyə buna belə ehtiramla salam verdin? 5 manat pulu var. Falan yerdə vəzifəsi var. Niyə bu fəqirin yanından keçəndə salam uzatdı əlini, əli belə uzatdın, keçdin? Bax, bu hesab kitabla məlum olur. Altında bir üstünə qədər çirkab yatır bu salamların, bu görüşməyin. Bir dənə görüşmələrimizi incələsək, nələr çıxar altından? Yoxsa Allah hamısını görür. Özümüzə hesaba çəkək. Bəzi hədislərdə var ki, özünüzdən gizlətdiyiniz pisliklər övladlarınızda zuhur eləyər. Övladınız sən gizlətdiyin pisliyin sahibi olar. Hamı aid deyilə, bəzən pak adamın pis övladı olar. İstisnalar var. Amma bəzi hallarda özümüz ki, cəmaatdan gizlədirik, övladımızda görərsiniz ki, bizim gizli istəmiz zuhur elədi. Övladımıza da rəhm eləyək. Sözümü bitirim yavaş-yavaş. Rəsul Türkdən çox tanışmışam. Rəsul Türk Azərbaycanlıdır. Olub dünyasını dəyişib. Mən əvvəl danışırdım, oradan-buradan eşitdiyimi. Mənə dostlardan biri onun barədə kitab hədiyyə elədi. Allah kömək olsun, onun barədə mütaliə elədim. Rəsul Türk necə hidayət olub? Deyir ki, günahla hər iş deyir, əlindən gələr, günah mənada onu eləyirdi. Məsələn, bir şəhərdə, məhəllədə günahkar deyəndə kim adamın ağlına gələr? Bunların hamısını eləyirdi. Günahla tanınan adam idi. Bir işi vardı, gələrdi İmam Hüseyin məclisinə. Günah eləsə də gedib ağzını yaxalayardı, gələrdi İmam Hüseyin məclisinə. Bir dəfə məclisə gələndə məclisin ruhanisimi ya o məclisin o idarə eləyəni gəlir buna yaxınlaşır, deyir ki, çıx get buradan, sənin yerin deyir bura. Özü də vurub yıxan adam olub. Deyir, çıx get buradan, sən buradan yenirsən, bəsdir İmam Hüseynin abrını aparsan. Deyir, ürəyi sınır, baxır, cavab versin, deyir, olmaz İmam Hüseyin məclisində, başını aşağı salır, gedir. Bu yatır, bunu qovan adam, yatır, yuxu görür, səhər gedir Rəsul Türkün evinə. Qapısını döyür, açır, deyir, Rəsul, gəlmişəm, üzr istəyəm dünənki sözümə görə, xahiş edirəm, gəl məclisə. Deyir, nə oldu axı? Dünən belə dedin, indi belə deyirsən. Deyir, soruşma məndən. Deyir, yox, deməsən gəlməyəcəm. Dinən görüm nə olur. Deyir, Rəsul, yuxu görmüşəm. Deyir, yox, yuxunu danışmasan gəlməyəcəm. Deyir, yuxu gördüm, Kərbəlada döyüş gedir. Üzr istəyirəm, deyir, səndən dönə-dönə yuxuda belə yuxu gördüm. Gördüm ki, düşmən İmam Hüseynin çadırlarına, uşaqlara hücum eləyəndə çox-çox sizdən üzr istəyirəm və o adam da üzr istəyə danışıb. Gördüm, bir it hücum eləyir düşmənə.
Deyir, Rəsul, üzr istəyirəm, üzü sənin üzün idi. Bu deyir, diz üstə yıxılır yerə, deyir, məni qapısına it kimi qəbul edib. Məni bu qədər qəbul edib. Deyir, indi elə ağaya söz verirəm ki, burada. Day, dilimə araq vurmayacam. Day, bu günahları eləməyəcəm. Gəlir İmam Hüseynin məclisinə, oxuyanda mənim tüküm biz yanır. Nəfəsində o qədər təsir olur ki, duasını bitirməmiş qəbul olunur. Məscidin orasında namaz qılır, burasında namaz qılır. Deyirlər, nə qədər namaz qılırsan, deyir, bu yer üstündə çox günahlar eləmişəm. Yer günahıma şahid olmasın deyə yerin üzərində ibadət edirəm ki, yaxşı işlərimdən də danışsın qiyamətdə. Deyir, bəzi məclislərin ünvanını Xanım Zəhradan alardı. Xanım Zəhra deyərdi, get filan məclisə. Bir də görərsən, deyir, məclisdə durub, məsələn, zikri müsibətin ortasında bir söz deyərdi, məclisin vaxtı 2 saat uzanardı, cəmaat ağlamaqdan dayanmazdı. Nəfəsində belə paçlıq vardı. Deyir, bir məclisdə oturmuşdur, ruhani cəhənnəmdən danışırdı, bu da günahkar olub. Bütün günahları gəlir gözünün qabağına, ürəyi sınır. Ruhani danışan yerdə deyir, bir dəqiq olar, ağa, bəs əvvəlfəz orada yoxdur ki, günahkarı belə eləyirlər. Sonra deyir, üzün döndərir, deyir, əvvəlfəz sən yoxsan, bu ruhani deyir ki, günahkarı sürüyə-sürüyə cəhənnəmə aparacaqlar. Bəs sən də qolların kəsilib yerdə sürünə-sürünə qalmışdın. Günahkarların əlindən tutmayacaqsan, deyir, bunu deyir, cəmaatın az qalır canı bədənindən çıxsın. Arif adama çevrilir. Son nəfəsində də deyir, can verəndə canı bərk ağrıyırdı, başının üstünə gəlmişdilər. Dedilər ki, necəsən, dedi, heç nə görmürsünüz, əcəlim gəlib, Əzrail gəlib mənə aparmağa. Demişəm ki, mənim sahibim, ağam gəlməsə getməyəcəm. Mən ona göz yaşı tökmüşəm. Demişəm, ağam gəlsin, mənə cəhənnəmdən nicat tapmaq sənədi versin. Amma deyir, belə deyir, orada körpə Əli Əsxərin də imzasını istəmişəm. Əli Əsxər təsdiq eləsin. Deyir, bu vəziyyətdə idi, qovrulurdu ağrıdan. Birdən gördülər, ağrıları keçdi, üzünə təbəssüm gəldi. Durdu, oturdu, 2 dənə söz dedi, Azərbaycanlı idi, dedi, ağam gəldi, ağam gəldi. Belə dedi və bu şəkildə dünyadan köçdü. İmam Hüseyin bir dənə yaxşılıq tapdı, apardı onu. Gəldi, öz apardı. Dedi, bundan işiniz olmasın, bu mənim adamımdır. Mən gəlmişəm aparmağa öz yanıma. Günahkarları belə ol. Mən də İmam Hüseyinə bugün müraciət edirəm ki, ağa, bizim içimizdə də bir yaxşılıq tapmısan, tap o yaxşılığı üzə çıxart, bizi də öz yanıma apar. Bizim bu dünyada sizdən başqa bizim heç nəyimiz yoxdur. Heç nəyimiz yoxdur bizim. Bilirsiniz kimə təvəssül eləyəcək bu gecə? Bu gecə bilirsiniz kimə təvəssül eləyəcək? Əli Əsxərə təvəssül eləyəcək. 6 aylıq südəmər uşağa. Deyiblər ki, hacətlərinizi bu gecə istəyim, bu gecə. Məhərrəm ayının 6-cı günü bitdi, 7-ci gecəsidir də indi. 6-cı məclisimizdə, amma 7-ci gecədir. Deyir, nə hacətiniz var, 3 dəfə bunu deyin, qayıtmayacaq geri. 3 dəfə deyin, ilahi, bidəmil məzlum, bidəmil məzlum, bidəmil məzlum. İlahi, sən and verirəm məzlumun qanına. Məzlumun qanı Əli Əsxərin qanıdır. 6 aylıq südəmər uşağın qanı. Özdə bu il ilbəxtimizdən düşüb cümə gecəsinə. Bu gecə həm də cümə gecəsidir. 6 aylıq Hüseynin körpə uşağına su vermədilər. Ay evdə əziyyətlə uşaq böyüdənlər, uşaqlarının nazını çəkənlər 6 aylıq uşağa su vermədilər. 7-ci gün suyu bağladılar. Aşura gününə qədər su gətirə bilirdilər, amma Aşura günü də su gətirmək mümkün deyildi. Uşaq yanır susuzluqdan. Necə sakitləşdirəsən uşağı? Bir-bir hamı qucağına alır, xanımlar alır ki, sakitləşsin, ağlamaq səsi dayanmır. Deyirlər, axırda ağlaya da bilmirdi, səsi gəlmirdi, o qədər zəifləmişdi uşaq. Uşaq su istəyir, su yoxdur.
bir yerdə səsi çox ucalır. Bir sansı yer idi o. İmam Hüseyin meydanda tək qalıb, deyir, həl min nasirin yansuruni, ən qərib saatlarıdır İmam Hüseynin. Deyir, bir nəfər yoxdur mu mənə kömək eləsin? Baxır, görür, heç kəsi yoxdur ətrafda. Bir nəfər yoxdur mu mənə kömək eləsin deyəndə, burada ağlayacaqsınızsa ağlayın. Ürəyinizi açın, bu gecə ağlamaq gecəsidir. Hətta sakit oturub baxmayın, deyirlər ki, səsinizi qoşun ağlayanların səsinə, ağlamağınız gəlmirsə də. Mən bilmirəm, necə deyim ki, bu gecədən çox təsirlənək. İmam Hüseyin deyir, həl min nasirin yansuruni, canlandırın gözünün qabağında. Bir nəfər yoxdur mənə kömək eləsin deyəndə, cavab gəlməyəndə çadırdan, xeymədən xanımların ağlamaq səsi ucalır. Deyir, bu səslərin içində o körpə südəmər uşağın da səsi yayılır. Bu səs məcbur eləyir İmam Hüseyni qayıtsın xeymələrə. Qayıdır xeymələrə tərəf. Bunun bir də mənası budur ki, atacan qəribsən, əskərin yoxdur, mən sənin əskərinəm. Və məcazi mənada yoxa, birbaşa mənada. Mən gələcəm, hidayət vasitə dönəm sənin. Bunların içində olan gözəlliyi mən üzə çıxardacam, mən Əli Əsxər. Qayıdır İmam Hüseyin deyir, bacı, o körpə uşağı gətir, onunla vidalaşım. İmam Hüseyin neynəsin ki, biz inanaq, o bizi sevir. Necə eləsin? Götürür bu uşağı, bizim yolumuzda qurban verməyə aparır. Biri yapışmışdı İmam Hüseynin zərihindən ki, mənə görə dəyməzdi ağa. Bu qədər qurban dəyməzdi. Götürür uşağı, aparır düşmənin qabağına, deyir, əma tərəvnəhu keyfə yətələzzə ətəşə. Görmürsünüz necə susuzluqdan balıq kimi çırpınır bu uşaq. Mənlə vuruşursunuz, bəs bu körpə uşağın günahı nədir? Məni yandıran söz budur, bax. Seyyid İbn Tavus yazır ki, imam danışırdı, sözü ağzında qaldı. Çox pis şeydir adamın sözü ağzında qalır. Necə ağzında? İmamın sözünü necə kəsdilər? Oxu atdılar, batdı uşağın boğazına, imamın sözü yarımçıq kəsildi. Başı düşdü qoluna, imam qalıb meydanda. Muxtar bir-bir qatillərdən intiqam alanda, birinə dedi ki, ay daş ürəkli qatil. Heç ürəyin yanmadı İmam Hüseynə. Deyir, o qatil dedi ki, o bir yerdə ürəyim yandı. Dedi, hansı yerdə? Dedi, Hüseyin körpə balası qucağında, bilmirdi meydana geçsin, bilmirdi qayıtsın çadırlara. Ax, xeymədə uşağın anası gözləyir, necə aparsın? Deyir, əbaya büşdü ki, anası görməsin. Bəziləri deyir, üzr istəyirəm İmam Zaman ağadan, deyir, hələ çırpınırdı. Biraz gözlədi ki, canı çıxsın, sonra aparsın. Ana necə görsün, uşaq çırpınır atanın qolunun üstündə. Həmişəki kimi o başı bəlalı Zeynəb çıxdı. Hüseyin rəngüvə qurban olum, niyə saralıb rəngün? Bu dilsiz uşağı da öldürdülər, dedi, bacı mənə kömək elə, mən gedə bilmirəm xeymələrə. Apar bunu ver anasına. Rubab çıxdı xeymədən, gördü İmam Hüseyin xəcalətli dayanıb, heç getmədi balasına tərəf. Balası bibisi Zeynəbin qucağındaydı. Gəldi, deyir, dolandı İmam Hüseynin başına. Ağam, məni xəcalətli eləmək istəyirsiniz, məndən utanırsınız. Məni Peyğəmbər yanında xəcalətli eləməyin. Hərə bir əskər gətirib, mənim bu sidəmər körpəm də sənə fəda olsun. Bir günə qocalmışdılar hamısı. Xanım Rubab çox mərifətli idi. Heç vaxt dedilər, sərin su içmədi. Heç vaxt kölgədə oturmurdu. Saçları ağarmışdı. Mən bunu bir yerdə görmüşəm, nəql eləyiblər. Bilmirəm nə dərəcədə mötəbərdir, amma elə düz sözdür bunlar hamısı əslində mahiyyətcə. Deyir, məclis təşkil eləyib xanım Zeynəb Mədinədə. Xanımlar gəlib ki, xanım Zeynəbi əzadan çıxartsınlar, yasdan çıxartmağa. Deyir, belə bir adət var idi ki, birinə kəniz bağışlayardılar ki, qəmdən, qüssədən çıxsın, matəmdən çıxsın. Deyir, gəliblər, baxıb görürlər, bir saçı ağarmış xanım oturub qapının ağzında. Daxil olurlar, xanım Zeynəbə deyirlər ki, biz sənə kəniz bağışlamaq istəyirdik. Deyəsən, evvüzün kənizin dəyişmirsən. Baxır, xanım Zeynəb bu iki misranı yazıblar. Deyir, bir iştibahuz ilə qəlbimi kabab elədiniz. Evin əzizi odur, siz kəniz hesab elədiniz. Əla lənətullah.
aləl qavmiz zalimin.